Şakir müəllim, Azərbaycan sözünün mənası nədir? Bu söz doğrudanmı 3 əsas kökdən ibarətdir? Mən əsərimdə yazmışam. Azərbaycan sözünü cürbəcür fikirlərə bağlayırlar. Amma burada da hərf dəyişikliyi var. Adda. Ən qədim addır Azərbaycan. Ən qədim addır Azərbaycan sözü. Siz diqqət etsiniz stenografiya. Mircəfər Bagirov Azərbaycan deyir. Üzeyir Hacıbəyev Azərbaycan deyir. 80 milyon Türkiyə bizə Azərbaycan deyir. Ha İraq Azərbaycan deyir. Özdə Ağaz Azərbaycan deyir. Fikir verin ha, İraq Ağaz Azərbaycan deyir. Və sonda bay nədir, bey nədir? Aha, bunların fərqi. Ha, bunun fərqini verir. Birində deyir Dədə Qorqudda Bayandır xan, o birisində deyir Beyrək. Sual verilir tədqiqatçıya. Bu bay nədir, bey nədir? Araşdırma yoxdur. Bay yüksəklikdir, alidir. Bey isə beyə beyiyyətdir, günəşə. Ona yerdə onlar düz vurulur. Hətta Leonid İliç Brejnev də Azərbaycan deyirdi. Azər otdur, yəni günəşdir. Odun şahı günəşdir. Şahsənən. Budur. Bey o da beyiyyətdir. Can ilkin başlanmış. Ruh, ürək, qəlb. Can. Ona görə də onlar düz vurğulayırdı. 50-ci illərə qədər Azərbaycan kimi gedirdi bura. 50-ci ildə Ruslaşma dövründə, Rus ideologiyası dövründə artıq bu bey baya çevirdi. Hətta o vaxtın insanları əl görüşəndə bir-biri ilə kişilər əllərini göyə tutub sonra əli verirdi. Günəşə üzünü tutub, yaşlı nəsillər, mən bunu görmüşəm. 60-cı illərdə yaşlı nəsillər əllərini göyə eləyib, indilər isə belə edir. Yəni bu günəşə sitayişdir. Günəşə sitayiş gizli Azər İbrahim Peyğəmbərə bağlıdır. Bundan kənarda ola bilməz.